Beyləqanda şəhid Balacayev Qərib Nəsiboğlunun doğum günündə xatirəsi anılıb, onun məzarı ziyarət edilərək ruhuna dualar oxunub. Şəhidin xatirəsini əziz tutanlar sırasında ailə üzvləri ilə bərabər döyüş yoldaşları, dostları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri də yer alıb. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra məktəblilər vətənə və qəhrəmanlara həsr edilən şeirlər səsləndiriblər. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qalib ordumuzun əldə etdiyi tarixi qələbədən danışıblar. Şəhid Balacayev Qərib də vətən uğrunda canından keçən şəhidlərimizdən biridir. Qərib Balacayevin həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Qərib Nəsiboğlu Balacayev əslən Ağdam rayonundan olan və Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşan ailədə 1997-ci ildə dekabr ayının 25-də anadan olub. Hələ uşaq yaşlarında vətənpərvərliyi ilə seçilən Qərib həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini bitirdikdən bir müddət sonra yenidən ordu sıralarına qayıdıb vətən keşiyində dayanıb. Vətən müharibəsi zamanı Qəribdə ilk döyüşə girənlər sırasında piyada döyüş maşınının əsas heyəti kimi yer alıb. Gərgin döyüşlər zamanı 60-dan çox döyüş yoldaşlarının həyatını xilas edib. Allah bütün şəhidlərin yeri cənnət eləsin, məqamları üzü olsun. Bu gün də mənim balamın 28 yaşı tamam olur. Cənnətdəki adım mübarək şəhidim. Allah biz analara, atalara da səbir dözüm versin. Bir evlad itirmək çox çətindir. Allah bizə səbir dözüm versin. Balalarımıza qovuşanca bizə səbir dözüm versin. Allah cəm şəhidlərimizin yerin cənnət məqamını uca eləsin. Bugün mənim şəhidimin ad günüdür. 28 yaşı tamam olur. Cənnətdəki mövludun mübarək şəhidim. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin. Bizim balalarımız həqiqətən də qanları, canları bahasına 30 illik həsrətə son qoydular. O sıldırım qayaları çıxaraq Şuşanı fəth elədilər. Allah prezidentimizin də canını sağ eləsin. Bayrağımızı daha da uca eləsin. Allah qazilərimizə can sağlığı, ordumuza qüvvət versin. Qeyd edək ki, Qərib Balacayev Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə, igidliyə görə medalları ilə təltif edilib. Qurban Vidadioğlu, Aydın Yavərzadə, Həcər Həsənova bu gün informasiya proqramı üçün.